2-3 günə müharibə başlaya bilər. Hansı ölkələr arasında toqquşma gözlənilir və artıq demək olar ki, son dəqiqələr sayılmaqdadır. Pakistanın Müdafiə Naziri Xavaca Asif ölkəsi ilə Hindistan arasında 2 və yaxud da ki 4 gün ərzində müharibənin başlaya biləcəyini açıqlayıb. Modernazın verdiyi xəbərə görə bu barədə Pakistan Dawn qəzeti məlumat yayıb. Biz üfüqdə müharibənin yaxınlaşdığı faktını zehni olaraq bilirik və buna hazırlaşmalıyıq. Müharibənin yaxın 2-3 və ya 4 gün ərzində başlaya biləcəyinə dair çox ehtimallar var deyə Pakistanın Müdafiə Naziri qeyd edib. O, ölkənin suverenliyinə təhlükə yaranacaq və ya hərbi embargo tətbiq olunacağı təqdirdə Pakistanın istənilən hərbi əməliyyata 100% hazır olduğunu diqqətə çatdırıb. Davam edirik digər son dəqiqə xəbərlərlə. Dəyərli izləyicilərimiz, bir daha hər birinizdən xahiş etmək istəyirəm ki, yayımızı bir dəfə bəyənin. Nə qədər çox bəyənmə olarsa, bir o qədər daha geniş auditoriya bizi izləyə bilər. Azərbaycan İranla İsrail arasında vasitəçilik eləyə bilər. İran prezidenti Məsud Pezeşkiyan ötən gün Bakıda səfərdə idi. Bununla bağlı xəbəriniz var proqramında və gündəm masada verilişində həmkarım Heydər də sizin diqqətinizə çatdırdı. Bununla yanaşı yaxın vaxtlarda İsrailin baş naziri Benyamin Netanyahunun da ölkəmizə səfər edəcəyi gözlənilir. Artıq vaxta məlumdur. O mayın 8-də Azərbaycana səfər edəcək. İran prezidentindən sonra İsrailin baş nazirinin ölkəmizə səfər edəcəyi maraq doğurdu. Maraqlıdır ki, İran və İsrail arasında mümkün diyaloqa Azərbaycanın vasitəçilik etmək ehtimalı varmı? Milli Məclisin Azərbaycan-İsrail parlamentlər arası işçi qrupunun sədr müavini Sahib Aliyev Modernazı açıqlamasında bildirib ki, bir ölkənin digərləri arasında vasitəçilik etməsi üçün konkret şərtlər var. İlk növbədə aralarında qarşıdurma olan ölkələr özləri bunu istəmədilər. İkinci vasitə isə vasitəçiliyə ehtiyac duyan hər iki tərəf arasında qarşılıqlı güvən olmalıdır. Əgər söhbət Türkiyə ilə İsrail arasında vasitəçilikdən gedirsə, hər iki ölkənin belə bir istəyi də, güvəni də var. Cənab Prezidentin də vurğuladığı kimi, Türkiyə və İsrail arasında birinci gərginlik yaranan vaxt Azərbaycanın vasitəçiliyi öz müsbət nəticəsini verdi. Hər iki ölkənin müdafiə və təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmilərinin bu yaxınlarda Bakıda görüşməsi göstərdi ki, Azərbaycan bu dövlətlər arasında növbəti gərginliyin də aradan qaldırılmasında səylərini əsirgəmir. Və siyasi şərhçi Elşad Mirbəşiroğlu vurğulayır ki, Azərbaycan-İran münasibətlərinin yeni mərhələsinə şahidlik etməkdə. Hal-hazırda zaman-zaman tərəflər arasında müəyyən suallar meydana gəldi. Azərbaycan təbii ki, hər zaman etibarlı tərəfdaş və müstəqilliyi əldə etdikdən bu yana ölkəmiz bərabər hüquqlu tərəflərin qarşılıqlı maraqlarına uyğun münasibət qurmaq bacarığını nümayiş etdirməkdir. Bu baxımdan da düşünürəm ki, hazırki mərhələdə İran prezidenti Məsud Pezeşkiyan da Azərbaycanla münasibətlərin yeni keyfiyyət mərhələsində inkişafında maraqlıdır. Ortaq layihələrdə iştirak, müzakirə edilməlidir. Araz çayı üzərində su qovşaqlarının fəaliyyətə başlaması və sair məqamlar İranla Azərbaycan arasında həm siyasi, həm də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu nümayiş etdirir deyə o qeyd edib və müsahib bildirib ki, Azərbaycanla İsrail arasında münasibətlər də hər zaman dostluq xarakteri daşıyıb. İsrailin Azərbaycanın ən yaxın tərəfdaşlıq etdiyi ölkələrdən biri olduğunu nəzərə almaq lazımdır. Digər tərəfdən Birləşmiş Ştatlarla İran arasında da intensiv dialoq baş tutmaqdadır. Bu mühit artıq formalaşıb. Tərəflər arasında artıq üçüncü görüş də baş tutub və həm Birləşmiş Ştatlar, həm də İran bu danışıqların konstruktiv məcrada getdiyini deməkdədirlər. Deməli, burada İranla İsrail arasında da hər hansı dialoqun baş tutması ehtimalından danışmaq mümkündür. Çünki həlledici amil rolunda Birləşmiş Ştatların mövqeyi çıxış etməkdədir. Bu baxımdan ümumi dünya səviyyəsində tamam yeni geosiyasi konfigurasiyanı müşahidə etməkdəyik. Hesab edirəm ki, bütövlükdə baş verənlər Azərbaycanın da iştirakçılığı üçün mühüm imkanları nəzərdən keçirməyə imkan verir deyə deməli, müsahib qeyd edib. Azərbaycanla İran və Azərbaycanla İsrail münasibətlərinin xarakteri tərəflərin istəyi, təşəbbüs olacağı halda dialoq üçün şəraitin yaradılması baxımından ölkəmizin rolunun ola biləcəyini göstərir. Azərbaycan vasitəçilik yerinə yetirmək üçün kifayət qədər imkanlara malikdir deyə siyasi şərhçi qeyd edib.
Davam edirik dəyərli izləyicilərimiz, digər son dəqiqə xəbərlərlə. Şimşək, leysan dolu günün havası haqqında belə proqnoz verilib. Bakıda və Abşeron yarımadasında aprelin 29-unda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Modernaza verilən məlumata görə yarımadanın ayrı-ayrı yerlərində qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Yağıntılar səhər tədricə kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalının olduğu bildirilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə arabir duman olacağı bildirilir. Bakı merinin cavabı Pezeşkiyanı təəccübləndirdi. İran prezidenti Məsud Pezeşkiyan Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzzovla söhbət eləyib. Eldar Əzzov qonağa paytaxt barədə məlumat verib. Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr eləyən ali qonağa Eldar Əzzov şəhərdə görülən abadlıq, quruculuq işləri barədə məlumat verib. İran prezidenti Bakıda nə qədər əhalinin yaşadığını soruşub. Bakı meri Pezeşkiyana paytaxtda qeyri-rəsmi 3,5 milyon əhalinin olduğunu bildirib. Bu isə İran prezidentinin təəccübünə səbəb olub. İran prezidenti ilə Bakı şəhər meri Eldar Əzzovun səmimi söhbəti də sosial şəbəkələrdə və eyni zamanda kütləvi informasiya vasitələrində paylaşılıb. Zaxarova bu ölkəni hədələdi, Ukraynadan nəticə çıxarın söylədi. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniya hakimiyyətinə Ukraynanın geniş miqyaslı işğalından nəticə çıxarmağa çağırıb. Bu barədə Mariya Zaxarova Estoniya tarixində mayın 5-dən 23-ünə də keçiriləcək ən böyük beynəlxalq hərbi təlimləri şərh edərkən deyib. Zaxarova bildirib ki, Estoniya Ukraynaya baxıb nəticə çıxarmalıdır. İsrail Həmasın 5 illik təklifinə yox dedi. İsrail Həmas tərəfindən saxlanılan girovların azad edilməsi müqabilində Qəzza zolağında 5 illik atəşkəs təklifini rədd edib. Bu barədə Kan televiziyası məlumat verib. Həmas hərəkatındakı mənbələr bildirirlər ki, təşkilatın Doha və Qahirədəki nümayəndə heyəti 5 illik atəşkəs ideyası da daxil olmaqla Qəzzada hərbi əməliyyatlara son qoymaq üçün ümumi baxış təqdim eləyir. Bu müddət ərzində hərəkatın təklifinə əsasən İsrail ordusunun Qəzzadan tam çıxması həyata keçirilməlidir, çıxarılması və sektorun bərpası başlanılmalıdır. Eyni zamanda anklavın blokadası götürülməlidir və bildirilir ki, Həmas nümayəndə heyəti təşkilatın tərki silah edilməsi məsələsini müzakirə etməkdən imtina edib. İsrail də Həmasın təklifini məhz elə bu fonda rədd edib.